geldim gördüm xəbərsiz, heç kimə xəbər eləmədən gətirib qoyub bura. Sənə aid olmayan bir şeyi necə eləyə bilərsən? Koridordur ya orada. Orada danışırıq. Ora qırıq velosiped qoyarsınız, ora nə bilim nəsə qoyulacaq. Ay ehtiyac yoxdur qoymağa. Cazı söhbəti deyil. Ora Nərimanov rayon Təbriz küçəsi 100 ünvandakı 4 mərtəbəli binanın birinci mərtəbəsində girişdə sakinlərdən biri belə bir dolaq kimi bir şey hazırlayıb və bu da digər sakinlərin narazılığına səbəb olur və bildirirlər ki, həmin sakin onlara demədən, onların fikrini öyrənmədən belə bir addım atır və onlar bunun sökülməsini istəyirlər. Gah deyir adımlar olacaq, deyir əşyalarım var, nə var? Dedik ki, bəs olmaz, hamının xeyri var, şəri var, əşyası var, qaldırmağa girişə mane olur. Amma məhəl qoymadı, adam mülayim şəkildə, belə deyim də, lor dildə yola verir. Hə deyir, amma heç biri yoxdur. Artıq bəlkə də bir 4-5 gündür hadisə olduğu kimdə qalıb. Sizin etirazdan sonra o iş dayandı yoxsa? Bəli, etirazdan sonra dayandı, o tikilirdi. Fəhlələr də qayıdıb deyib ki, bizə kim təlimat verib, oladı. Biz də fəhləyə nə deyəsik ki, fəhlə yəni işini görən adamdır. Qonşularla bir narazıyıq ki, bu koridorda nəsə tikirlər, nəsə düzəldirlər. Sözümüzü də demişik, qonşuya nəsə əməl eləmir. Bir həftədir orada iş görürdü, elə qalıb, dedi sökərik, nəsə sökmür, qalıb elə. İş görülən vaxtı yaxınlaşıb soruşdunuzmu? Burada nə olacaq? Özündən soruşmuşuq, deyir, sklada eləyəcəm, deyir, nə eləyəcəm, deyir. Və bunun üçün kimdən icazə alınmı? Hansısa bir qurumdan? Qurumları deyə bilmərəm, bizim məlumatımız olmayıb da, gəldi, gördü, tikir. Bu adam onu düzəldir bir yeşik kimi və daima orada nəzarətdə saxlayacaqsa buna alqışlamaq lazımdır. Olmadığı halda geniş yeridir. Biri gəldi pivə içirdi, biri gəldi nəşə çəkirdi. Yəni deyirsiniz ki, həmin sakin düzgün bir addım atır, hə? Mən qəbul edirəm ki, düzgün addım atır. Bəs orada nə olacaq deyibmi sizə, yoxsa? Yeşik olacaq, instrumenti qoyacaq, velosiped qoyacaq, uşağın nəysə də ağır bir şey gətirəndə. Qonşu kimi mən də deyəcəm, aç mən də qoyuram ora. Çoxmənzilli yaşayış binalarında binaların giriş hissələri, blok hissələri, pilləkən qəfəsləri və məhəccər hissələrində hər hansısa bir konstruktiv dəyişiklik aparılarsa, mütləq şəkildə bina sakinlərinin ümumi razılığı əldə olunmalıdır. Bina sakinləri razılığı olmadan binaların blok hissələrində, pilləkən qəfəslərində və məhəccər hissələrində hər hansısa bir dəyişikliyin aparılması, qurğuların qurulması və yaxud tikinti işlərinin görülməsi qadağandır. Məsələ ilə bağlı ərazi üzrə 114 sayılı mənzil kommunal istismar sahəsinə müraciət etdik. Bildirildi ki, vətəndaşın binanın girişində quraşdırdığı konstruksiyalar bizim çəkilişdən sonra əməkdaşlar tərəfindən sökülüb, ərazi təmizlənib.